Hər vaxtınız xeyir. Fikirlərin real, baxış bucaqlarının obyektiv olduğu daha bir buraxılışda xoş görüşdük. Qarşılıqsız yardıma hazır olmaq, sosial əlaqələrdə, gündəlik fəaliyyətdə dəstək şəxsi və ictimai həyatın keyfiyyətini artırır. Bu cür dəstək həmçinin könüllülük nümunəsidir ki, fərdlər arasında sosial bağlar yaradır. Bugün diqqətimizi xüsusi olaraq dost olan könüllülərə yönəldəcəyik. Bəli, dostlardan boluq. Könüllü dostlardan danışmazdan öncə Dost TV-yə birbaşa bağlanırıq. Xoş gördük. Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və izləyicilərinizi Dost TV-nin studiyasından salamlayıram. İndi isə həftənin əsas xəbərlərini sizə təqdim edəcəm. 44 günlük vətən müharibəsində qazanılmış tarixi zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Şəhid analarının dəvət olunduğu tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirin sonunda şəhid ailələri Leyla Əliyeva və Arzu Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər. Onlar dövlətimizin və Heydər Əliyev Fondunun hər zaman şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tarixi zəfərimizin 5 illiyinə həsr olunmuş Qələbənin İşığında adlı tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi zəfərin xalqımızın əbədi qürur mənbəyi olduğunu vurğulayıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib. Görüşdə bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, həyat keyfiyyətlərinin artırılması, sosial reabilitasiya istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib. Belə, mənim bugünlük çatdıracaqlarım bu qədər xanım. Sizə və izləyicilərinizə bizi izlədiyiniz üçün təşəkkür edirik. Dost TV ilə birbaşa bağlantıda idik, sosial xülasə ilə tanış olduq. Obyektivdə bugün könüllü dostların fəaliyyətinə nəzər yetirəcəyik. Qonağım Dost Agentliyinin Könüllülərlə İş Şöbəsinin müdiri Solmaz Həsənovadır. Solmaz xanım, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun. Sizinlə dəfələrlə müxtəlif tədbirlərdə həmsöhbət olmuşuq. İnanıram ki, bugünkü müzakirəmizdə xoş olacaq, müsbət notlarda tamamlanacaq. Mən də əminəm buna. İnşallah ki, cəmiyyət üçün faydalı olar. Solmaz xanım, neçə ildir könüllülərlə işləyirsiniz? Artıq 6 ildir ki, mən könüllülərlə, gənclərlə iş sahəsində çalışıram. Bu illər ərzində hər bir gəncimizin əldə etdiyi uğura yaxından şahidlik etmək mənim üçün çox böyük bir uğurdur. Və hər birinin cəmiyyətə verdiyi töhfə, verdiyi fayda bizim özümüzün qazandığımız bir uğura bərabərdir. Bu, gənclərin həyatına hər hansı bir istiqamətdə kiçik bir toxunuş belə etmək bizim üçün hər zaman üstünlük təşkil edir. Bəs siz özünüz könüllü olmusunuzmu? Bəli, mən özüm də könüllü olmuşam. Hatırlayırsınızsa, ölkədə ilk dəfə Avropa oyunları 2015-ci ildə həyata keçirilmişdi. Mən onda tələbə idim və ilk Avropa oyunlarında könüllü kimi iştirak etməyim mənim üçün çox böyük bir təcrübə idi. Həmin illərdə geri dönsək, baxarıq ki, o illər ərzində könüllü fəaliyyəti bu qədər geniş vüsət almamışdı. Çox az istiqamətlərdə könüllü fəaliyyəti var idi və biz bu elanı görəndə çox sevinmişdik ki, bizim üçün belə bir şərait yaradılır ki, gənc olaraq könüllü fəaliyyətinə qoşulaq, müəyyən bir təcrübə toplayaq. Həmin illərdə bizim menecerlər xarici menecerlər idi və bizim belə bir fürsətimiz var idi ki, biz onların təcrübələrindən yararlana bilək. İstərdim dost könüllülərin missiyası məsələsinə toxunaq. Dost könüllülərinin missiyası nədən ibarətdir? Bildiyiniz kimi, Könüllü Dost proqramı artıq 6 ildən çoxdur ki, fəaliyyət göstərir. 2019-cu ilin aprelindən artıq bizim könüllü komandamız formalaşdı və bizim əsas məqsədimiz dost mərkəzlərinə gələn vətəndaşların fəaliyyətinə, ümumiyyətlə gələn vətəndaşlara operativ şəkildə, şəffaf şəkildə onlara xidmət göstərməkdir və bu xidmət üsullarını daha da dəstəkləyəcək bir hissə bizim könüllülərimiz idi. Hansı ki, onların gələn zaman onların doğru pəncərələrə ötürülməsi, növbələrin idarə edilməsi, onların suallarını doğru cavablamaq, bu kimi və həmçinin rəy sorğularında iştirak etmək istiqamətində şübhəsiz ki, bizim könüllülərin əvəzsiz dəstəyi var və bizim də əsas məqsədimiz bu cür dost mərkəzlərinə
gələn vətəndaşlara operativ xidmətin göstərilməsinə dəstək olmaqdır. Bizim əsas missiyalarımızdan biri vətəndaş cəmiyyətinə layiqli gənclər yetişdirməkdir və ölkədə aparılan gənclər siyasətinin aktiv üzvünə çevrilməkdir. Könüllü dost proqramı gənclər siyasətinə sosial könüllülük ideologiyasını gətiribdir və demək olar ki, elə yaradıcılarından biri də könüllü dost proqramıdır. Sosial könüllü o deməkdir ki, bu bizim cəmiyyətdə olan, həssas kateqoriyadan olan şəxslərin aktiv şəkildə inteqrasiyasına dəstək olmaqdır. Müxtəlif tədbirlər, sosial layihələr, korporativ sosial məsuliyyət ideyalarının ətrafında sıx birləşmək və cəmiyyətin hər bir fərdinə yaxından təsir göstərməkdir. Və düşünürəm ki, bu istiqamətdə bizim artıq 6 ildən çoxdur fəaliyyətimizdə 6000-dən çox könüllümüz olubdur və bu könüllülər bu istiqamətdə bizə çox böyük dəstək göstəriblər və göstərməkdə də davam edirlər. Qeyd etdiniz ki, siz özünüz tələbəlik illərində könüllü olmusunuz. Könüllülüyün yaşı varmı? Könüllülüyün yaşı yoxdur. Biz daha qədim tarixlərə baxsaq, öz ulu nənələrimizə və yaxud da babalarımıza baxsaq, düşünürəm ki, könüllülük bizə ən qədim tarixlərdən aşılanmış bir hissdir, bir imkandır. Tutalım ki, biz metroda gedirik, hər hansı bir qoca yaşlı bir nənə görürüksə, onun çantalarına bir qeyri-iradi gedib dəstək olmaq istəyirik, ona köməklik göstərmək istəyirik və yaxud da ki, ola bilər ki, kimsə yolu keçmək istəyirsə, hər hansı bir əlilliyi olan şəxsdirsə, biz qeyri-iradi olaraq ona gedib dəstək göstərmək istəyirik ki, o yolu rahatlıqla keçsin. Bu, ən gözəl, ən bariz könüllülüyün bir nümunəsidir və bu bizə kimsə tərəfindən deyilməyib ki, bunu etmək lazımdır. Bu artıq bizə kodlanıbdır bu cür və bu bizim tarixi köklərimizə bağlıdır. Və əgər ki, Avropada 20-ci illərdən artıq 20-ci əsrin ikinci yarısından etibarən bu aktiv vüsət almağa başlayıbsa da, düşünürəm ki, Azərbaycanda bu daha qədim köklərə malikdir, könüllülük fəaliyyəti və könüllülük özü heç bir təmənna güdmədən edilən bir fəaliyyətdir və ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Necə ki, könüllü fəaliyyət haqqında qanunda da bu cür qeyd olunmuşdur. Könüllülüyün yaşı yoxdur, artıq mən bunu vurğuladım. Bunun ən gözəl nümunəsi bizim gümüşü könüllülərimizdir. Bildiyiniz kimi, dost mərkəzlərində gənc könüllülərimizlə bərabər həmçinin gümüşü dostlarımız da var. Biz bu proqramın adını sırf onların saçlarının ağarması və gümüşü rəngə bənzəməsi ilə bağlı olaraq bu proqramın adını Gümüşü Dostlar qoymuşuq və hazırda onların sayı 120-dən çoxdur və onlar bizdə aktiv şəkildə həm cari və məzun könüllülər bura aiddir və aktiv şəkildə gənclərimizlə birlikdə vətəndaşlarımıza dəstək olurlar və könüllü fəaliyyət göstərirlər. Hesab edirəm ki, bizim gümüşü dostlarımız gənclərimizdən daha aktiv olanları da var. Onların bəziləri yoga ilə məşğul olur, bəziləri sağlam həyat istiqamətində müxtəlif təlimlər keçir və o təlimləri bizim gənclərimiz üçün də qeyd edirlər. Bəziləri yaradıcılıq işləri ilə məşğul olur. Belə ki, onların içərisində var, bəlkə də indi İradə xanım da bizi izləyər. O tulantı nümunələri hazırlayır, misal üçün waste to art nümunələri hazırlayır. Müxtəlif tulantı əşyalarından gözəl bir incəsənət nümunələri hazırlayır. Bəli, tullantıdan sənətə ideologiyası əsasında və onların çox böyük həvəslə bu işləri gənclərlə bölüşməsi bizim üçün böyük uğurlarımızdan biridir. Və bu fəaliyyət hal-hazırda da davam etməkdədir. Və şübhəsiz ki, könüllülük ürəkdən, qəlbdən gələn bir işdir. Onun yaşı yoxdur, cinsi də yoxdur, irqi də yoxdur. Hər bir yerdə biz bu təmənnasız şəkildə o könüllülüyü təşkil edə bilərik, həyata keçirə bilərik. Gümüşü dostların ruhu gəncdir. Bəli, ruhu gəncdir. O qədər aydın və gözəl şəkildə ifadə etdiniz ki, həqiqətən də könüllülük bizim genetik kodumuzda var. İstərdim belə bir sual sizə ünvanlayım. Sizcə bu könüllülük bir gəncə gələcək karyerasında necə dəstək göstərir? Bildiyiniz kimi biz
könüllü proqramının Gənc Dost alt proqramı var və Gənc Dost alt proqramı çərçivəsində 16-29 yaş aralığı gəncləri bu alt proqrama cəlb edirik və alt proqramın əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların fərdi inkişafına dəstək göstərməkdir. Yəni bu gənclər bizim tək mərkəzlərimizə gəlib müxtəlif növbələrdə 3 saatlıq fəaliyyət göstərmirlər. Biz həmçinin onların fərdi inkişaflarına dəstək verən layihələr həyata keçiririk, təşəbbüslərlə çıxış edirik. Onların ən gözəl nümunələrindən biri könüllü klubları layihəsidir. Bu könüllü klubları layihəsi artıq 22-ci ildən etibarən aktiv şəkildə həyata keçirilməkdədir. Klubların əsas məqsədi heç bir təmənnasız gənclərə fərqli istiqamətlərdə fərdi inkişaflarına töhfə vermək, dəstək olmaqdır. Biz klub çərçivəsində fərqli alt klublar həyata keçiririk. Tarix klubu, yaradıcılıq klubu, fərdi inkişaf klubu, kitab klubu, kino klubu və digərləri. Bu klubların keçirilməsində məqsəd gənclərin fərdi inkişafında hansı boşluqlar var, onları aşkar etmək və o istiqamətdə peşəkar şəxslərlə onların görüşünü klublar vasitəsilə təşkil etməkdir və düşünürəm ki, bu onların fərdi inkişafına müsbət təsir göstərmiş olur ki, biz hazırki 6000-dən çox üzvlərimizdən 300-dən çoxu artıq bizim dost mərkəzlərində, dost agentliyinin aparatında və müxtəlif vəzifələrdə artıq könüllülükdən bir əməkdaşa doğru bir uğura addım atıblar, imza atıblar. Bu da bu istiqamətdə müəyyən bir bizim göstəricimiz hesab edilə bilər. Həmçinin bundan əlavə bizim qiymətləndirmə alətləri var ki, hansı ki gənclərimiz dost mərkəzlərində fəaliyyət göstərdiyi zaman fəaliyyətin yekunu olaraq müxtəlif sertifikatlarla təltif olunurlar. Bu sertifikatlar qiymətləndirmə alətlərini uğurla başa vuran şəxslərə təqdim edilir. Belə ki, bizim qiymətləndirmə alətimizdə bir çox nüanslar qeyd olunub, onların fərdi ideyalarının dəstəklənməsi, təşəbbüslərinin dəstəklənməsi, PR istiqamətində nə dərəcədə aktivlik göstərirlər bu istiqamətlər, daha sonra dost mərkəzlərində göstərilən xidmətlərə dair müxtəlif test nümunələri, dünya görüşün suallarının cavablanması, həmçinin sonda müəyyən bir qrup layihələrini, qrup şəklində müəyyən ideyalarının təqdim edilməsindən nəzərdə tutulur və bütün bunları uğurla başa vuran gənclər bizdə 100 bal üzərindən bir qiymətləndirmə alətləri ilə sertifikatlara təltif olunurlar. Könüllülər üçün onların fəaliyyətləri dövründə xüsusi proqramlar işləmisiniz. Anladığım qədər ki, onlar bir yox, bir neçə istiqamətdə özlərini inkişaf etdirə bilsinlər. Bəli. Solmaz xanım, bölgələrdə xüsusilə Qarabağ regional dost mərkəzində fəaliyyət göstərən könüllülər barədə istərdim danışaq. Qarabağda könüllü olmaq necə bir hissdir? Çox yaxşı sualdır bu. Xatırlayırsınızsa 2020-ci ildə Cənab Prezident tərəfindən könüllülər ilə elan olunmuşdu. Biz də digər könüllü qrupları, könüllü təşkilatları kimi böyük bir fəaliyyət planı hazırlamışdıq ki, bu il könüllülər ilidir, könüllü gənclərimizi sevindirəcəyik. Lakin pandemiya bizim bu ideyalarımıza bir növ qarşısında dayandı və biz bir çox layihələri onlayn keçirmək məcburiyyətində qaldıq. Həmçinin daha bir sentyabr ayında bizim 44 günlük zəfərə gedən yolumuz başladı və bu dövrlər ərzində yenə də bizim bir çox layihələrimiz, hansı ki, əvvəlcədən nəzərdə tutduğumuz könüllülər ili ilə bağlı layihələrimiz qaldı. Lakin düşünürəm ki, bu illər ərzində sırf 20-ci ildə zəfərə gedən yolda ən böyük könüllü proqramları keçirildi. Necə ki, yaşından asılı olmayaraq, vəzifəsindən asılı olmayaraq hər kəs təmənnasız könüllülük göstərdi. Cəbhədə olan gənc şəxslərə öz könüllü surətdə öz dəstəklərini verdilər. Düşünürəm ki, bəlkə də bu 20-ci il üçün ən gözəl, bizim ən uğurlu bir könüllülük layihəmiz hesab edilə bilər ki, biz hamımız bu zəfər yolunda arxa cəbhədən bir növ aktiv şəkildə fəaliyyət göstərdik və könüllülük etdik. Düşünürəm ki, bu ən gözəl könüllü nümunələrindən biridir və Qarabağ Regional Dost Mərkəzi də bu xüsusda bizim üçün çox əhəmiyyət kəsb eləyir. Hazırda Qarabağ Regional Dost Mərkəzi istiqamətində bizim könüllülər aktiv fəaliyyət göstərirlər və onlar mərkəzdən, yəni Bakı ətrafından biraz uzaq olmasına baxmayaraq çox böyük bir aktivlik nümayiş etdirirlər. Onlar bir çox layihələr
könüllü klubları Qarabağ Regional Dost Mərkəzində də aktiv şəkildə fəaliyyət göstərir və bunlara misal olaraq intellektual klublar göstərmək olar. Mütəmadi şəkildə hər həftə demək olar ki, onlar komandalar, könüllü komandalar intellektual klublarda görüşürlər və öz əlavə biliklərini inkişaf etdirmək üçün bu cür oyunlarda birləşirlər. Həmçinin kino klubları, fərdi inkişaf klubları həyata keçirilir və Bakıdan olan bu cür nümayəndələr fərdi inkişaf istiqamətində biz onlarla bu şəxslərin görüşlərini Qarabağ Regional Dost Mərkəzində aktiv şəkildə təşkil edirik və şübhəsiz ki, Qarabağ Regional Dost Mərkəzində könüllü olmaq bir ayrıcalıqdır və bir böyük bir fərəhdir. Bu baxımdan mən o ətrafda olan gəncləri də bizim könüllü proqramının aktiv üzvünə çevrilməsini üçün səsləyirəm. Xüsusi olaraq toxunmaq istədiyim bir məqam var. Bu, İnklüziv Dost proqramı ilə bağlıdır. İnklüziv Dost proqramına gənclərin marağı necədir? İnklüziv Dost alt proqramı bizim Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzində fəaliyyət göstərilməkdədir. Bu alt proqramın əsas məqsədi Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinə yaxınlaşan benefisiarlara, şəhid ailələrinin övladlarına, az təminatlı ailələrə, əlilliyi olan şəxslərə birbaşa dəstək olmaqdır. Təbii ki, bu alt proqramın da digər əsas məqsədlərindən biri əlilliyi olan gənclərin bu alt proqramda birləşməsini təmin etməkdir və bir növ əlilliyi olan gənc həmin Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzində olan benefisiarlara təmənnasız dəstək göstərirlər. 400-ə yaxın gənc İnklüziv Dost alt proqramı istiqamətində fəaliyyət göstərir və fəaliyyət göstərməkdə də davam edirlər. Kifayət qədər yüksək bir rəqəmdir. Deməli, maraq yaxşıdır, xüsusidir. Könüllülərin iştirakı ilə həyata keçirdiyiniz ən maraqlı layihə hansı olub? Həyata keçirdiyimiz uğurlu layihələrdə demək olar bu gənclərin öz ideyalarının, öz fikirlərinin sahəsində ərsəyə gəliblər və biz müəyyən bir fikir mübadilələri aparmışıq və bu layihələr ortaya çıxarılıb. Ən uğurlu layihələrimizdən düşünürəm ki, biri ötən il 24-cü ildə həyata keçirilən İnklüzivlik ayı layihəsi idi. Bu layihə çərçivəsində 250-yə yaxın benefisiarı biz əhatə elədik. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin, burada Down sindromlu gənclər, autizm sindromlu gənclər və gözdən əlilliyi olan gənclər benefisiar olaraq əhatələnmişdi. Bu şəxslərin cəmiyyət inteqrasiyasını aktiv şəkildə aparmaq və onlara dəstək olmaqdır. Biz bu İnklüzivlik ayı çərçivəsində bir çox 6 layihələr həyata keçirdik. Onları yaradıcılıq dərslərinə cəlb etdik, müxtəlif keramika işlərinə cəlb etdik, rəsm bədii işlərə cəlb etdik, rəsm işlərinə cəlb etdik və son olaraq layihənin son komponentində biz ölkədə ilk dəfə bu gənclərlə bir moda defilesi təşkil etdik. Moda defilesində onlar bu adaptiv bir moda defilesi idi, hansı ki Down sindromlu və autizm sindromlu gənclər, gözdən əlilliyi olan gənclərimiz həmin moda defilesində geyimləri nümayiş etdirən şəxslər idi. Bu çox böyük bir geri dönüş aldı cəmiyyətdən və bu bizim üçün çox sevindirici haldır. Digər layihəmiz isə biz artıq ənənə halını almış 3 ildir davam edən Dost Sevinci layihəsidir. Biz bu layihənin əsas keçirilməsində əsas məqsədimiz ucqar dağ kəndlərində yaşayan, təhsilə əlçatanlığı az olan uşaqlarda təhsilə marağın artırılmasıdır. Layihə çərçivəsində artıq birinci ildə, yəni 2022-ci ildə biz Quba və Qusarın ucqar kəndlərinə, dağ kəndlərinə getdik və burada olan gəncləri, 1-ci, 4-cü sinif şagirdlərini, yəni ibtidai sinif şagirdlərini məktəb ləvazimatları ilə, məktəbli çantaları ilə təmin etdik. Bu bir korporativ bir layihə idi, korporativ sosial məsuliyyət tələb edən bir layihə idi. 24-cü ildə yardımlı ərazisində olan gəncləri sevindirdik və uşaqları sevindirdik. Bu il isə biz daha çox İsmayıllı və Laxıc bölgəsində olan uşaqları sevindirdik. Bu layihə çərçivəsində 276-dan çox gənc məktəbli çantaları ilə, uşaqlar məktəbli çantaları ilə təmin edildilər. Onların bizə geri dönüşü tək çox sağ olun biz kifayətlənmədik. Onların üzərində olan emosiya, üzlərində olan sevinc, fərəh bizim üçün layihənin ən böyük komponentlərindən biri idi.
Nə gözəl, dost könüllüləri məktəbləri sevindiriblər. Ümid edirik ki, davamlı olar bu layihələr. Və sonda Solmaz xanım, istərdim qısaca toxunaq. Dost könüllüsü olmaq üçün gənclər hara və necə müraciət etməlidir? Könüllü dost sırasına qoşulmaq üçün mütləq şəkildə sosial şəbəkələrdə bio hissəsində bizim könüllü dost qeydiyyat keçidimiz var. Bu qeydiyyat keçidindən istifadə edərək alt proqram seçilir, növbələr seçilir və mərkəzlər seçilir və artıq qeydiyyat tamamlanır. Biz buradan vurğulayaq ki, kriteriyalara nəzərə alaraq biz demək olar bütün şəxslərə geri dönüş edirik. Sadəcə hazırki vəziyyətdə müraciət sayının çoxluğundan asılı olaraq müəyyən geri dönüşlərdə müəyyən axsamalar yarana bilər. Gənclərimizi səsləyirik ki, səbirli olsunlar. Biz hər bir şəxsə geri dönüş edəcəyik bununla bağlı. Təşəkkür edirəm Solmaz xanım, dəvətimizi qəbul etdiniz və bugün studiyamızın qonağı oldunuz. Çox maraqlı, informativ bir buraxılış alındı. Bugün könüllülük vacibdir misvalı ətrafında müzakirə etdiyi qonağım Dost Agentliyinin könüllülərlə iş şöbəsinin rəhbəri Solmaz Həsənova idi. Könüllülük sadə bir addımla başlayır, amma yaratdığı təsir və təcrübələr fərdlərin həyatına müsbət dəyişikliklər gətirir, insan həyatına toxunur. Hər kəsin dosta ehtiyacı var, könüllü dost isə 2 qat qazancdır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Realda xəbər axını davam edir.